Salam aleykum doktor. Sabahın xeyir olsun Xəzər, xoş gəlmisən. Hoş geldin. Neyinisən, necəsən? Allah köməyiniz olsun. Sizə necədir vəziyyət? Maşallah olsun. Salamat. Yeni polyamız xeyirli olsun. Super ha. İdeal vəziyyətdə. Quşlar üçün gözəl şərait yaratmışsan burada. Bu il istədik bir balaca yüngülvari dəyişiklik eləyək. Neçə vaxtı deyilik, düzəldək, qalsın. Yəni həqiqətən də quşlar üçün işimizi ideal şərait yekunlaşdırdıq. burada. Quşlara deyənlərəm, yaxşı polyamız var. İnşallah quşlar da özümüzü ağ eləyirlər bu sezon. Hazırlaşırıq. Bir 15-20 dənə yaxşı erkək var. 15-20 dənə maya var. 20-30 dənə bala var, hazırdılar. 30-40 dənə bala var, onlar da Allah qoysa faiz üçün saxlamışam, onlar üçün mane olacaqlar bizə. İndi hər 3 katonun içərisindən zəifləri xırda-xırda çıxardıb, hərləşdirib, komanda halına gətirib, üçlü komanda düzəldəcəm Allah qoysa. Bu illəri Bakı Göyərçin klubunda da güclü iştirakçılarımız var, yarışımız bu illəri 4-cü ildir ki, davam edir, hər birinə uğurlar arzu edirəm. Bu gördüyünüz gözəlliklərdə Osman Əxi sağ olsun, gəldi, köməkli elədi, özü düzəltdi buraları, onun əl işləridir. Allah qoysa, bundan əlavə Samuz Göyərçin klubunda da yaxşı dostlar, yoldaşlarla ünsiyyət qurmuşuq. Allah qoysa, daha ki görək, nəticələr necə olacaq. Həm orada yarışı var, orada 6 kuş üzərindən kuş uçuracaq. Özüm də orada uçuracam. Öz klubumuzda da inşallah qismət olan yarış qaydası özümüz üçün uçuracam. Allah'ın izniyle bu ilə göstərmək lazım, belə deyək də. Yəni hazırlaşaq ki, Xəzər, bildiyiniz özün yaxşı bilsən də Xəzər quşları çıxartmaq üçün, saytirovka eləmək üçün birinci onu uçurtmaq lazımdır, baxmaq lazımdır. Hansı uçur, hansı uçmur, hansı zəif uçur, hansı pis oynayır, hansı iti qənət vurur. Hansı quşlardan gözmürlər, havaya çox gedirlər, hansılar gözlüdürlər, onları saxlamaq lazımdır. Əlbəttə Dədəm Babadan qalmayıb da bizə belə deyək. Mənim özümə də yəni Dədəm Babadan kimsə qalmayıb deyim ki, bu eyni cinsli bunu saxlayıb biraz yəni qalanda bilirsən ki, ən azından nəsə satmağa çalışırsan ortalığa, amma biz sıfırdan məsələn nəsə satmağa çalışırıq. Mənim özüm yəni bu çox acı çəkmişəm dəyişətləri. Öz düzəltdiyimiz quşlardır. Mən o gündə uşaqlarla oturanda da yəni qeyd elədim ki, yəni biz oktyabr ayının, noyabr ayından başlayırıq bal almağa, sentyabrın axırından cütdüyürük quşları. Ballar çıxır. Havalar imkan vermir ki, quşları biz axıra qədər uçurduq. Heç olmasa bir 4 saata, 5 saata salaq. Quşları uçurduruq, çoxsu bilmədiyimiz quşlardır. Uçurlar 3 saat, 2 saat, 2 saat yarım. Elə quş olur ki, 10 dəfə uçurdan kimi verxavoydu, gedir, batır, gəlir, biz 10 qənətlərini kəsirik. Gəlir, yayda 10 qənət veririk. Yayda qənət veririk, təzdən o quşu yüklüyürük ki, pres veririk ki, təzdən qaldırsın 2 saatdan 6 saata. Bu da çox çətin olur. Elə quşlar olur ki, sezonun axırına qədər o saatı yığır. Tək-tük quşlar. Amma çox quşu yığa bilmir, tüləyə düşür. Lap tülək olmasa belə o saatı yığa bilmir və biz quşları tanımadan çıxardırıq, davamlı çıxardırıq. Mən də başa düşürəm ki, yəqin bir metod dəyişib, hardasa hava versə mart-aprel ayı, o payızda kəsdiyimiz, qışda kəsdiyimiz quşların mart-aprel ayı bir 4 saata çatdıra bilsə, o şkalaya çatdıra bilsə 4 saatı, 5 saatı sərbəst uça bilən quş yayda da 2 saat üstünə qoya bilər. Bu il olmadı, amma havalar olmadı. Bu yağışlar da imkan vermədi, nə də olmadı. Mən hazırlaşdıra bilmədim. İndi təzə ballar istəyir ki, çalışır nəsə göstərsin. Ay, sağ ol. Çox çətindir. Bir yandan da məsələn TikTokda da yayınlarda görsən həmişə qeyd edirəm ki, toplamda 7 ayda, 8 ayda hər aya 3 gün quş havası oldu. Yəni quş uçuda biləcəyimiz hava. Bu da 7 ay 21 gün hava eləyir. Gətirib 21 gündən nə qədər quş hazırlaya bilərsən, nə qədər quşun davamiyyətini görə bilərsən, uçuşun, atqazın, qənət vurmağın və yaxud da onun haqqında yaxşı söz və yaxud da necə pis söz necə deyə bilərsən. Yəni ki, negativ söz də, pis söz deməyək ona. Hazırlaşırıq, hər il olduğu kimi bu ənənə davam edir. Bizdən əlavə də başqa yarışlar da var, qruplar var, quş tutururlar, təşəbbüs göstərirlər. Hamıya uğurlar arzulayırıq. Onların hər birinə uğurlar arzulayırıq. Rəqabət olan yerdə inkişaf olar. Bakı Göyərçin klubu bu illər 4-cü ildir ki, inşallah öz yarışlarını təşkil eləyir. Nətər lazımdır öz komanda halında. İnşallah bu ilki nəticələrimizdən də bizi izləyənləri sevindirərik. Başda mən klub rəhbəri olmaqla. Ondan sonra çəkilişçi Xəzər Sənözün, ondan sonra Samir müəllim, ondan sonra Rüstəm müəllim, Xəqani qardaş bu günlər kömək eləyəcək bizə. Və kollektivimiz inşallah bircə mübarizə aparıb. Bu iki hədəfimiz klub rekordun, yəni Elşən Balaxanın yığdığı 73 saat 04 dəqiqəni yeniləməkdir. Klub hədəfi bu olmalıdır. Fərdi quş hesabından elə bilirəm ki, biz bu şeyə çatmışıq. Yəni axırıncı quşumuz. Hər qoşa saatlar görəkdə belə deyək. Xırdalan kişi, Mahir Xırdalanın quşlarından məsələn uçdu quşumuz 12 saat 46 dəqiqə.
bu klub fərdi quş hesabından bu kifayət edir. Amma bizə ümumilikdə komanda hesabı lazımdır. Komanda hesabında yəni bu gün realist danışmaq lazımdır. Bakıda, Abşeronda bu əlverişsiz havalarla biz quşu hazırlayıb 75-80 saat üzərinə çıxarda bilsək, məncə çox əla bir şeydir. Bunu artıq saatın hələ ki arzu eləmirəm. Bir də ki, bir növ insanlar var ki, məsələn, yarışlar üzərindən özlərinə belə xal qazanmaq istəyirlər, təklif eləmək istəyirlər, həm onu belə eləyək, bunu belə eləyək. Bu xırda məsələlər deyirlər. Məsələn, onu gör deyək ki, quş gəldi aşağı, aşağıda gəldi, biraz qayıtdı, o quşu sayaq ya saymayaq. Hələ biz o şeylərə çatmamışıq, kateqoriyalara çatmamışıq. Gəlin bu etiraf edək ki, bu günlər Bakı quşu o səviyyəyə gəlib çatmayıb. Baxmayaq ki, belə gözəl yarışlarımız keçirilir. İnşallah bundan gözəl nəticələr olacaqdır. Düşünürəm, hər birini salamlayıram bir daha. Bütün qonaqlarımıza da xoş gəlmisiniz deyirəm. Bəhlul qardaş, durum. Görüşüm. Hatta oradan qızır düşməyəcəklər, ha? Burada. Maşallah. olsun. Biraz bağlar düzəltmişəm bunları. İndi Allah qoysun. Bir erkək qalxıların səsində bir olan basılı sıdarıq. Hamısı zavan balalardı maşallah olsun. Bir dənə erkəkdən başqa. Çoxdur, harada qaldınız bə? Burada da kuşlarımız var. Bu kuşkanı burada da mayalardır. Ay maşallah olsun. Allah bərəkət versin. Sağ olun. Bunlar ucuk start hazırdır. Bırakaq mı? Hə, Bismillah. dənizəcə bir. Ya Allah. Bismillah. Maşallah. Bakın şurada. Yox, belə şey görünüş yaxşıdır, maşallah. Görünüş maşallah yaxşıdır. Maşallah. Görünüş yaxşıdır. Bu bir iki yarısı diyalog elədi, əlini düzəltdi də, amma sonra çıxır. Amma Maşallah. kira var deyil burada, hə? Hə, biraz bəşdir. Kira var istidə. Kira vardı, kira vardı. Vardı da quşu. Məcnun. Hə, bir. Yəni Sumranın əksi. Maşallah olsun, qəşəng oynayanlar var. Dalımız, qabağımız hamısı quşdur. Maşallah olsun. Yaxşıdır, neysə varıdır dərsən, varıdır. Ampula şapkasından yoxdur. Baba buna bax, nətə, mənim kitabımı tutmaq üçün eləyir. Qonaqlarımıza gəlir. Göstərim sizə qonaqlarımızı. Üstəmdə gəldi. Deyirəm. O hardan deyirəm? Qafada gəldi. Nəyə görə? Maşallah quşlar qəşəng getdi ha, həqiqətən ləzzət getdi. Düzdür aşağıda qalanlar da var. Amma quşlar qəşəng getdilər. Qanatlar çalıb. Maşallah qalanlar da. Ala bilərlər olmağım. Maşallah olsun. Yavaş da, yavaş yavaş ha qardaş. Maşallah olsun erkəklər. Çox gördülər. Bir dənə. O da normal, maşallah. Kuşlar bir yavaş tutaq. Vurdun hamısı divara, kanatı buna. Bunlar da erkəklər. Bunlar erkəklər. Maşallah olsun. Maşallah olsun. Akşama kimi buradasınız baba, mən qaçırsam. Şəhərdə mənim işim var. Abiddən sonra deyəcəm mənə. Məzun bunlar tanıyır bir-biri. Video atasına salıyaraq. Niyə Maşallah olsun. oynamırlar? Yəni bunların cinsi budur. Yəni Bunların 6-cı qanad təzə bıraq açılışırlar da, açın. Oynayır axı orada görmüsən, kanka da oynuyor, oynayanlar var. oynamaqdır o, yox, yallı gedir. Tam formalaşmayıblar hala. Təzə, hələ sezon təzə başlayıbdı. Maşallah olsun.
Doktor balalar bıraxdılar. Orada balalar. Maşallah. Ləzzətlidir amma balalar qəşəngdir. Maşallah olsun. Allah balaca balalar maşallah. Başa bax hələ. Qanatların altında tükü yoxdur. Qarabadan bilə. Başqa. Bozgülü neçəyə balası deyildi o, gedən Mənə özünü sayın dostlar, benim qonaqlarımla bezdən danışarıq. Siz də çox sağ olun. Cənab Tifak görəcək. Bozgülü neçəyə balası deyil o balıq Qarabağda. Aha, gelin bozgülü. Buradan balaca balalar qalxmışdı. Ay maşallah. Bunlar sondan qalxan balalardır. Baxmışdı balalar. Göyüzün quş ağlasıdır. Maşallah olsun. Hər yeri quşdur. Yuxarıda gelib birinci partiya gelib bağlananlar maşallah olsun. Bir şey bağlanırlar. Qonaqlarımız da var burada. Salam Xəzər, salam. Aleyküm assalam. Bəhşi buradadır. Qonşum 5 dənə. Yarım havaya girməmişdi. Qırışqaran biz zorluq görürük. Sən mənim yuxarıdakı quşma necə qərar verərsən, yuxarıdadır yoxsa yox. Maşallah olsun. Maşallah. Gözü bütöv quşdur. Qonaqlarımız gəldi. İlham Doktorcu İslam. Ay maşallah. Ay maşallah. Alo, salam aleyküm. Hə, mən idim. Salam aleyküm. Sağ olsun. Qonaqlarımız oturub tamısı. Hə, siz. Hə, açıq bu tərəfdə quşlar. Saxıb başı üstü bıcık orada sözün deyirlər saxı. Selamun aleyküm cümlətdə. Cümlətləri qonağımız oldu. Axsaqqal, hürmət dayımızdır, sabunsunun. Bu illər Allah qoysa sabunsu yarışımız olacaq da. Hər yarışda mən birinci olacağım. Nə bu il yox, bu illəri biraz gələnlə. Sabunlara nə arzu edirsən? Çobanlara nə arzu edeyim? Ehtiyatlı olsunlar, fan quşların içine bırakmasınlar, xəstəliklər var, qırılırlar. Yerə də ki, çalışın. Quşları Yox, vaxtınca da çatmayacaq. uçur. Kəsik olar 3 dənə, 5 dənə, 6 dənə, 10 dənə saxlamaq olar kötü. 80 dənə, 100 dənə kötü olmaz axı. 20 dənə kötü olar. Ondan artıq olmaz. Quşlar uçur. Nə qədər çox uçursunuz, bir o qədər uçan quş çox olacaq. Quşlar da saat verəcəklər. Bax, bu məhəllədə elə təklik edən quşçu. Məcnundur mənə. 2 nəfər var da belə. Sonra da nə deyim, sonra da ki, mən buradan əvvəla bütün quşbazları, güvəşini saxlayanları, hamısını salamlayıram. Quşbazlar, necə deyim sənə, çoxsu heyvan saxlayan adamlar ürəkləri rəhimli olur da, yəni yaxşı adamlar olur. Ona görə hamısını onları salamlayıram buradan, can sağlığı. Qardaşlar, quşları uçurdu, uçsunlar, qayıtdı. Onsuz da burada hamımız müvəqqəti. Allah Nəriman'a rəhmət eləsin. Hə, o qədər quşları vardı, saxlayırdı, görsən lafdan getdi. Sonra da töküldülər quşları hamısını para-para dağıtdılar, hamısını apardılar. Biz də belə olacaq. Quşları uçurdaq da. Oldu Xəzər. Allah Allah can sağlığı versin. Doktor da buradadır. Maşallah olsun. Quşlarımız yuxarıdadır. İndi yaxınlaşdırdım, görüm görsənər yəqin ki. Yeriyə qiyamı bəktiridir. Ya da şaqlıqlar. Haydi maşallah olsun.
Yayıcı görürsünüz kuşları. İnşallah. Orada İslam deyir ki, qaran quşlar da. Ay maşallah falan biri gəlir. Yox, sallı bala deyir də. Maşallah. Alalar gəlir. Nə olur? Maşallah olsun. Ay maşallah. Maşallah olsun. Axlarımız da böylədir. Maşallah bir də cavab var. Kardeş haksızlık nedeniyle mi geldin? Diyelim ki sen kimin seçtisisən, gelirsen sen orada görsen ki ne biri de Ay maşallah. sen çalan neyse biri Ay maşallah. sen onda oturdun. Maşallah. Niye yapıp ki senin altında işlemedin? Ben şikayetler, ben olamam. Benim Adam Qarabağda gəldi. yazım var, bozum var. Maşallah. Savadım varsa savadım var. Ağlı başta olan. Ben niye özümə bir şey bulmalı deyil? Niye sen günde bir yerdə işləməlisin? Deməli sənin problemin var, əziz qardaş. Canım sağlamsın. Qismət Allah gəlsən gələk. Əlin ayağını bağlıya da ki bunu elə. Allah hamısını Allah vasitə eləyəcək. Mənim vasitə eləyəcək. Mən Allahın bəndəsiyəm. Sadəcə gel onu sat. Sami. Geçecek qalınlıq etsən. Bu yanda quşuyorsan, güneşin altında quşuyorsan. Ona Səhərində də incələri görürüz amma iyinlərdən. Neyden hoşun geldi kişi? Sen yaşamayı yaşarsın. Asaka. Bir dənə malaçka mala var yuxarıda. Bir şahs. Ne kadar? Ben sağ ol bir kelime değerli. Sen muhabire şey baktın. Allah sana. Geldi benden çok. Yok, estağfurullah yok. Geldi benden çok kimse sattı. Zıxtala deyil amma. Ya sen beni işlersen ona bak sattın. Veren alacak. Adamın geldi bir şeyden şans değil. Polis gelmiş, sen adam milyar bakar. Polis gelip saklamıştı diye kadar gelmiş. Sən quşu gəlir, Eyşə. Səbir gəlir. Orta şəbəkə qurub verilmiş 5 sənə vaxtı. Nə oldu? O bir nəfərə verdi, sonra qaytarmadı. Yanına duruyor. Şans gelmişti değil mi? Abi. Mənim. Sən buradakına bax. Şeyin altına çıxamıram, burnum var. Kartal be. Bala. Mənim aşağımın balasıdır. Yine sana ne olur şu saat. Valadır. Saatda 3 saat. Daha kras qalamışam bu. 3 saat. Valadır da aşağı. Anası pazarda değil. Azalda yox, Sərdaqda. Orada değil sen. Yani benim kuşları da var burada. Yox. Yok mu lan? Yox. Çalışır çektiği var. Sənə cal. Ola. Ay maşallah. Bunlar qanatın bağlarını bıraktım bana. Yoksa yok. Bağladı, bəzilərini bağladım, bəzilərini bir gün yarım saxladı. Bir gün yarım. Tekkada buğdaqlarda çöndü. Amma sterovda 4 dənə 5 dənə getdilər. Bunlar çok gezip gelirler.
Bırakıyoruz sen Ayparanla şeyin Ayparasın balası devletini. Hazır sendeydi yapıyordu. Hadi gel kanka. Deyimə bu vaxt mən tanış. İstədim deməzdim bu mənim quşumdur. Kazarım var. Gəl ha. Ha. Geçen ayın 20'si 7 saat 43 dakika. Maşallah olsun. Qəşəng yerliyi də. Kraska aladı kalır. Maşallah. Bu yaxşı uçacaq məzun. Qəşəng, ha uçacaqdır bu quş. Allah korusun. Ayaqlarının üzündə yandırır yer onu. Ha, yandırır, yer yandırır. Dingilləri bezdə. Nə qədər uçdu? Saat 12 neçədə uçdu? Yox, bir 3 saat aşırı baxırlar. Kuşumuzun biri də gəlir, maşallah olsun. Göstərdi də bunu, gözü şeydə belə. Qırmızı bu şeyin körpüdə aldılar. Üçün bundan da Ay maşallah. Maşallah olsun. Budu qara deyə özdə yox çəpi var, Ay, kedi problem kuşxanaya. Maşallah. Oynayır bacalanda. Bəli, baxdı. Ay maşallah. Beş 15 belki 5 saat 15 dakikasında geldi. Ay maşallah. Geçen ayın 20'si 6 saat yarımla gelmişti. Kime var mı? Ha. Şimdi onu çekelim. Ay maşallah. O da kırkandı, evet değil. İkinci kırkandı geldi. Bu da oynuyordu gördün. Ay maşallah. Bu da Maya'da ha? Hay.
Xəzər gibi bu geldi. Xəzər gibi bu geldi. Onu desene. Ha. İki göz xallı var ya, uzun nazik bala. O arasıdır. Erkeğe ne dikildi? Ağ erkək dolaq.